Əvvəlin şəhərlərdən biri ki, təbliğata başlayıblar və demək olar ki, Sankt-Peterburg şəhərindən bir yerdə və yaxud da ki, onlar lap əvvəldən başlamışdılar təbliğata. Bu şəhərlərdən biri olan mərkəz Moskva şəhəridir ki, oradan da bizim ruhani qardaşlarımız dəvət olunurdular və onlardan biri olan şiələrin dini cəmiyyətinin sədri olan, yəni orada bir dini təşkilatı var, onun sədri olan Hacı Famil qardaşımızı dəvət edirik söhbətlərə. Ondan sonra inşallah Moskva ruhanilərinin adından Kərbəlayı Mahir inşallah qardaşımız söhbət edəcək, hazırlaşsın. Salavat Muhammed və Ali Muhammed. Allahümme salli ala Muhammed və Ali Muhammed. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve alihi tayyibine tahirin. Mən hər şeydən əvvəl zəruri bilirəm, qeyd edeyim, bugünkü tədbirin təşəbbüskarı və səbəbkarı olan Sankt-Peterburg şəhərinin Əhl-i-Beyt cəmiyyətinin aktiv üzvlərinə öz dərin təşəkkürümü bildirirəm ki, onlar zəhmət çəkib belə bir böyük tədbirin hazırlanmasını həyata keçiriblər. Asıl həqiqətdə bu tədbirin hazırlanması böyük zəhmət tələb edir. Bu Əhl-i-Beyt cəmiyyətinin üzvləri ilə mən özüm 2003-cü ildən tanışam. Yəni bu cəmiyyət təzə yaranmışdı. Mən burada bir neçə ay özüm qardaşlarla münasibətdə olmuşam, fəaliyyətdə olmuşam və onların ixlasanə zəhmətlərinin hələ o vaxt 8 il qabaq şahidi olmuşam. O vaxt onlarla tanışlığım bugün bir daha sübut elədi ki, doğrudan da onların fəaliyyəti muxlisanədir və onların ixlası bahis olub ki, bugünkü gündə böyük bir məsuliyyəti öz öhdələrinə götürüb bu cür tədbiri həyata keçiriblər. Quran-ı Kərimdə də Allah Teala buyurur ki, və nəktubu ma qəddamu və asarahum. Mənə elə gəlir ki, bugün Sankt-Peterburgda zəhmət çəkən qardaşlarımızın bu fəaliyyəti də məhz o təsiri, yəni müsbət təsir qoyan əməllərdən biridir və Allah dərgahında inşallah öz həqiqi qiymətini tapacaq. Mən Moskva şəhərindən gəldiyim üçün ilk öncə istəyirəm ki, ümumiyyətlə Rusiyada yaşayan Cəfəri məzhəbinin ardıcıllarının dini vəziyyəti barədə qısaca məlumat vermək istəyirəm. Siz hamınız bilirsiniz ki, hələ Rusiya imperiyasında yaşayan müsəlmanların demək olar ki, hamısı ilk öncə Əhl-i Sünnətin nümayəndələri olub. Yəni bizim qardaşlarımız Sünni məzhəbinin nümayəndələri olub. Ona görə də Çar Rusiyasında müsəlmanların dini məsələlərini həyata keçirmək üçün qərarı alınıb ki, onların ruhani idarələri yaransın. Yəni həmin ruhani idarələr onların dini məsələlərini həyata keçirmək, dini məsələlərini həyata keçirmək üçün yaradılmışdır. Amma Rusiya-İran müharibəsindən sonra, yəni Gürcistan və Türkmənçay müqaviləsindən sonra indiki Azərbaycan ərazisində yaşayan əhali Rusiya imperiyasının əhalisi sayıldı və müsəlman əhali olan Sünnilərlə yanaşı məzhəbinin nümayəndələri də Rusiya imperiyasının əhalisi sırasına qatıldı. Buna görə də
zərurət bilindi ki, 1876-cı ildə həmin şiələrin Allahümme salli ala Muhammed ve ali Muhammed. Yəni şiələrin dini məsələlərini həyata keçirmək üçün Qafqazda ruhani idarəsi yaradıldı. Amma indi bilirik ki, Azərbaycan artıq müstəqil dövlətdir. İndi fəaliyyət göstərən Qafqaz ruhani idarəsi həmin 1876-cı ildə yaradılan dini idarənin varisidir. Artıq Azərbaycan ayrıca müstəqil dövlətdir. Amma Rusiya Federasiyasında isə hal-hazırda 70-ə qədər dini idarə fəaliyyət göstərir. Amma şiələrin işi ilə, dini işləri ilə məşğul olan dini idarə isə Rusiya Federasiyasında mövcud deyil. Ona görə də biz şiələr üçün, Cəfəri məzhəbinin ardıcılları üçün hüquqi cəhətdən belə bir problem mövcuddur ki, biz öz dini sahəmizdə, yəni tam şəkildə fəaliyyət göstərmək üçün hüquqi cəhətdən tam ixtiyara biz malik deyilik. Bir salam zikr edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əlbəttə, Rusiya Federasiyasında fəaliyyət göstərən qanunlar bu cürdür. Ola bilər ki, başqa ölkələrdə bu cür olmasın. Məsələn, əgər müsəlmanlar bir məscid tikmək istəyirlərsə, bu məscidin sahibi yalnız dini idarə ola bilər. Yəni, əgər şiələr yığışsa bir şəhərdə məscid tikmək istəsələr, onlar bunu necə həyata keçirə bilərlər? Onlar dini idarəyə müraciət eləməli və onlar sənədləşməni yerinə getirəndən sonra bu məscidin sahibi yalnız həmin dini idarə ola bilər ki, onlar da ki, heç vaxtı həmin məscidlərdə Cəfəri məzhəbinin nümayəndələrini bir alim kimi ya məscidin rəhbəri kimi fəaliyyət göstərməyə icazə verməyəcəklər. Ona görə bütün bu dediklərimi nəzərə alaraq, həm də bunu da qeyd eləmək istəyirəm ki, əsri dağılandan sonra artıq, baxmayaq ki, Azərbaycan müstəqil dövlətdir, amma Rusiyada yaşayan müsəlman əhali arasında şiələrin sayı da bir neçə milyondur. Yəni artıq hamınız çox gözəl bilirsiniz ki, hal-hazırda Rusiya Federasiyasında yaşayan əsasən Azərbaycanlılar, yəni onların sayı haradasa bir neçə milyon olar. Yəni ən azı, yəni təxmini qeyd edirlər ki, 3 milyona yaxın şiə Rusiya Federasiyasında yaşayır. Ona görə mən özüm ilk öncə çox zəruri bildim ki, şiəliyin rəsmiləşməsi üçün Rusiya Federasiyasında müəyyən işlər görmək lazımdır. Ona görə də ilk öncə Moskva şəhərində 2004-cü ildə İslam İlahiyyat Mərkəzini qeydiyyatdan keçirdik və 2007-ci ildə isə şiələrin dini təşkilatını rəsmi Ədliyyə Nazirliyində qeydiyyatdan keçirə bildik. Bütün bunlar hamısı bir müqəddimədir o ali işin yerinə yetirilməsinə. Yəni hal-hazırda Rusiyada mövcud olan qanunlar tələb edir ki, haçansa yaxın gələcəkdə əvvəl-axır şiələrin, yəni Cəfəri məzhəbi ardıcıllarının bir dini idarəsi yaranmalıdır ki, onlar da öz dini məsələlərini həmin idarə vasitəsilə bütün Rusiya ərazisində neynəsinlər, həyata keçirə bilsinlər. Bu bir zərurətdir. Bu sahədə mənə elə gəlir ki, Rusiyada, ən azı Rusiyada fəaliyyət göstərən bütün qardaşlar bu sahədə öz zəhmətlərini birləşdirməlidirlər. Ona görə bugünkü tədbir məhz elə buna görə, bu işə görə, bu işin həyata keçməsində də yaxşı kömək ola bilər. Çünki Rusiyanın müxtəlif şəhərlərində istər dini statusu olan və dini statusu olmayan cəmiyyətlər yaranır. Yəni dini fəaliyyətlər göstərilir. Mənə elə gəlir ki, bu koordinasiya mərkəzi əgər yaransa, məsələn, siz bugün şahidsiniz ki, böyük zəhmət əsasında belə bir tədbir keçirilir. Amma başqa şəhərlərdə
belə tədbiri həyata keçirmək çox çətin məsələdir. Əgər biz qarşılıqlı şəkildə bir-birimizin təcrübəsindən, yəni təcrübələrimizdən əgər düzgün istifadə edə bilsək, mənə elə gəlir ki, həm Rusiya Federasiyasında, həm də MDB məkanında, yəni bir-birimizin fəaliyyəti ilə yaxından tanış olsaq, təcrübəmiz artar və öz fəaliyyətlərimizi biz genişləndirə bilərik. Ümumiyyətlə, MDB məkanında bizim dərdimiz təqribən eynidir. Azərbaycanda olan dərd bir dərddir, amma Azərbaycandan kənarda MDB ölkələrində, çünki SSR dövründən qalan qanunlar hələ indi də mövcuddur. Yəni, həmin qanunlar yenə də hökm sürür. Yəni, indi o dini idarə kimi misal vurdu. Bu köhnə qanunlardır, çox təəssüflər olsun ki, bu qanunlar dəyişdirilmir və bu qanunlar əsasında biz məcbur oluruq ki, öz fəaliyyətlərimizi həyata keçirək. Ona görə də mən öz tərəfimdən və bizimlə fəaliyyət göstərən bütün mömin qardaşlar tərəfindən belə bir koordinasiya şurasının yaradılmasının tərəfdarı kimi çıxış edirik, bu işi alqışlayırıq. Mənə elə gəlir ki, bu koordinasiya şurası SNG, yəni MDB ölkələri səviyyəsində Cəfəri məzhəbi ardıcıllarının fəaliyyətinin daha da genişlənməsinə çox böyük kömək ola bilər. Bir salat zikr edeyim. Allahümme salli ala Muhammed və ali Muhammed. Amma doğma vətənimiz Azərbaycan barəsində də mən bir neçə kəlmə demək istəyirəm. Biz təqribən burada yox şəhətdən təqribən hamımız SSR dövrünü yaşamış insanlarıq. Biz bilirik ki, SSR vaxtında bizim dinimizə qarşı nə zülümlər olub, repressiyalar olub, ruhanilərimiz Sibirə sürgün olublar, güllələniblər, məscidlər bağlanıb. Və bu zülümdən sonra SSR dağılanda İlk öncə 80-cı illərin sonunda, yəni mən özüm bunun canlı şahidiyəm və sizin hamınız yəqin ki, əksəriyyətiniz bu hadisələrin, çünki bu yaxın keçmişimizdir. Yəni bunu yəqin ki, hamınız bilirsiniz. İlk öncə SSR-yə qarşı nifrət oyatmaq üçün Azərbaycanın özündə o milli ədəvatı qoyan qırağa ki, SSR məkanında milli ədəvatları qıxışdırdılar ki, SSR-ni dağıtmaya bais olsun. Amma ikinci məsələ bu idi ki, müsəlmanlar yaşayan ölkələrdə, yəni respublikalarda ilk öncə şüarlar İslami şüarlar idi. Mənim öz yadımdan gəlir, Azərbaycanda ilk öncə, məsələn, İslami şüarlar verirdilər ki, SSR-yə qarşı nifrəti oyatmaq üçün. Yəni o rejim ilə vidalaşmaq üçün, o rejimə qarşı, yəni çünki əsl həqiqətdə SSR-nin müsbət cəhətləri də var edir. İslami şüarlardan istifadə olurdu ki, yəni ondan üstün bir ideyanı ortaya atırdılar. Hətta mənim yadıma gəlir ki, Elmlər Akademiyası ASCII əlifbanı çap eləmişdi. Bütün ingilislərdə yayırdılar ki, biz öz doğma əlifbamız ASCII əlifbaya qayıtmalıyıq. ASCII əlifbası, yəni bizim 1000 ildən çox istifadə elədiyimiz Ərəb əlifbası. Bunu nəyə görə mən qeyd edirəm? Bunu ona görə qeyd edirəm ki, SSR dağılandan sonra biz bir yalanı, yəni 70 il bir yalan bizi idarə etdi. Bu yalanı aradan aparmaq üçün yenə bizi başladılar aldatmağa. Mən bunu sizə misal vurmaq istəyirəm. İlk əvvəl ASCII əlifbanı təbliğ edirdilər. Dedilər ki, bəli, biz ASCII əlifbaya qayıtmalıyıq. Nəyə görə? Çünki Azərbaycan Respublikasında 1928-ci ilə qədər məhz bizim müqəddəs Ərəb əlifbasından istifadə olunur. Siyonistlər Osmanlı imperatoruna müraciət etdilər ki, Fələstin torpağını bizə satın. Sultan bu işi görmədi. Onlar nə etdilər? Onlar millətçilik siyasətini, panturkizm ideologiyasını Türkiyədə yanlarla Osmanlı imperiyasını dağıtdılar. Osmanlı imperiyasını dağıtdıktan sonra onların ilk sərbəsi bu oldu ki, Ərəb əlifbasını, İslam əlifbasını Türkiyədə Latin əlifbası ilə əvəz eləsinlər. Sadaq çıxır.
اللهم صل على محمد وآل İlk böyük zərbə bu oldu ki, Atatürk'ün vasitəsilə müqəddəs İslam əlifbasını Türkiyədə dəyişdilər. Axı anti-din siyasəti necə Türkiyədə gedirdisə, SSR məkanında da yazıza gələn çadranın atılması, Nizami metrosunun qabağında azad qadın heykəli qoyulub, asarlar yazıldı, necə qadınlar çadranı atır, yəni bu əməldən əl çəkirlər. Yəni bu hamısı anti-din siyasəti idi. Həm Türkiyədə, həm İranda, Rıza Şah vasitəsilə və həm də SSR məkanında olan Respublikan ərazisində. 1926-cı ildə Müsəlman xalqları aldatmaq üçün Türk xalqlarının birliyi naminə konferans keçirdilər və qeyd elədilər ki, biz öz Türkiyəli qardaşlarımızdan nümunə götürməliyik. Biz inkişaf eləmək üçün gərək onlar üçün öz doğma əlifbamızdan əl çəkək, Latin əlifbasına keçməliyik. Baxın, bizim xalqı aldatdılar və 28-ci ildə o cür ərəb əlifbasını əvəz elədilər Latin əlifbası ilə. Amma 10 il keçəndən sonra xalqı represiya elədilər, ağıllı adamlarını Sibirə göndərdilər, kimisə güllələdilər və əlifbanı dəyişdilər, elədilər Kiril əlifbası. Və 90-cı illərdə, 80-cı illərində ilk öncə baxmayaraq ki, həqiqətən də bu aski əlifbanın təbliği o lazım idi. Yəni bizim ehtiyacımız elə ona idi. Amma bir il keçmədi, yeni hərəkətlər, yeni insanlar, satqın adamları, lider kimi xalqa təlqin elədilər və onlar yenə də başladılar həmin yalan vasitəsilə xalqı aldatmağa. Nə oldu? Onlar da başladılar ki, biz gərək Latin əlifbasına keçər. Nəyə görə? Onların nəzərinə görə biz əgər inkişaf eləmək istəyiriksə, deməli keçməliyik Latin əlifbasına. Yəni bir yalanı biz aradan apardıq, başqa bir yalan gəldi, o yalanı əvəz elədi. Burada qınamalı şəxslər kimlərdir? Xalqın ziyalıları. Yəni xalq adətən özü ayırt eləyə bilmir. Azərbaycanda, yəni bu yaxın keçmişimiz göstərdi ki, Azərbaycanda ən böyük problem ondan ibarətdir ki, xalq özü çox təəssüflü olsun ki, haqla batili ayırt eləmək qüdrətində deyil. Xalqın gözündə haqla batili ayırt eləyən kimlər olmalıdır? Xalqın ziyalıları. SSR vaxtında bizim ziyalılarımız kimlər idi? Ateist təbliğatı əsasında böyüyənlər. Təbiidir ki, bunlar dinə xurafat kimi baxırlar. Bunlar dinə nağıl kimi baxırlar. Həmin şəxslər vasitəsilə SSR dağılandan sonra onlar başladılar bizi yenə başqa bir yalan istiqamətə aparmağa. Onun nəticəsidir ki, bu gün Azərbaycanda din sahəsində bu cür böhranlı vəziyyətin bir şahidi oluruq. Ona görə bunları deməkdə məqsədim budur ki, mənə elə gəlir ki, Azərbaycanın ziyalıları, həqiqi ziyalıları, mən ilk öncə onun ruhaniləri ola bilər. Bu ruhanilər, dini təhsil alan ruhanilər mənə elə gəlir ki, həmin haqla batilin ayırt edilməsində bu xalqa köməkçi olmalıdır. Bu sahədə biz öz məsuliyyət hissimizi oyunumuzda ata bilməliyik. Yəni mən tövsiyə edirəm, istər burada olan qardaşlara və burada olmayan qardaşlara tövsiyəm budur ki, bu sahədə zəhmət çəkmək lazımdır. Ən azı, heç olmasa bizim əziz Peyğəmbərimizin həyat tərzinə əgər biz müraciət edəsək, biz görür ki, Allahın Peyğəmbəri 13 il ərzində nə əziyyətlərin şahidi oldu. Hətta Peyğəmbər sallallahu əleyhi qeyd edir ki, heç bir Peyğəmbər mənim qədər əziyyət çəkməyib. Bizim Peyğəmbərə qarşı töhmətlər oldu, təhqir olundu Peyğəmbər, döyüldü. Bütün bunlar nəyə görədir? Bütün bunlar ona görədir ki, biz ruhanilər də Peyğəmbərin həyat tərzinə müraciət edəndə onun mübarizə həyatını özümüz üçün nümunə götürməliyik. Yəni, həmin həyatı
yaşamağa biz de razı olmalıyız. Yani eğer ruhani asıl hakikatta hakkı demek istiyorsa, o olabilir kiminse tarafından takdir olsun. Kimse ona töhmet vurabilir. Kimse onu hatta al kaldırıp onu döyebilir. Peygamberimiz Allah'ın peygamberi ola 3 yıl müddetinde öz taraftarlarıyla mülakat şeraitinde yaşıyor. Yani eğer biz Allah'ın peygamberinden üstün olabilmeliyiz, her bir ruhani bu cür hayat tarzını özüne mana ile hakikaten götürmelidir ve mübarizeni seçenler ilk önce peygamberin ve imamların hayat tarzını baksa ve biz özümüzde mana ile gelir ki onlar kimi bu cür çetinliklere özümüzü hemşe hazırlamalı. Peygamber doğal peygamber cemalına salavat işlediyor. Allah razı olsun kardeşimizden, Kamil kardeşimiz güzel sohbetler.